sevincliyəm. Qoca yaşında başuca gəzilib, qəddimiz düzəlib. Qürur duyuram ki, mənim belə xalqım var. 5 il öncə Azərbaycan xalqı bir yumruğun altında birləşərək torpaqlarını işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Bugün hərbi parada gələnlərin üzlərindəki sevinç və qürur hissi də Şərqin obyektivindən yan keçmədi. Bizim Zəfər paradında qürur hissi, fəxr hissi. Nə deyim, bundan gözəl nə ola bilər? O gözəl qəhrəman əskərləri gördük, ürəyimiz açıldı. Bu 5 ildir bizə bu sevinci nəsib eləyib. Qoca yaşında başuca gəzilib, belimizin qırışı açılıb, qəddimiz düzəlib. Allah onlardan razı olsun. Bu bizim üçün çox gözəl bir hissdir həqiqətən, yəni əvəz olunmaz bir hissdir. Azərbaycan bütün xalq olaraq sevinirik, hamımız şəhərdəyik və Zəfər bayramını layiqincə qeyd edirik. Allah Taala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı arzu edirəm. Bu zəfərə görə biz şəhid ailələrinə, şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir daha elimizdə, obamızda müharibə alovu olmasın. Mən Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qələbə bizim şanlı dövlətimizə çox yaraşır. Qarabağ Azərbaycandır. Mən burada təyyarələr, rəngbərəng təyyarələr, tanklar, maşınlar gördüm və çox eğləndim. Hamının bayramını mübarək edirəm. Çox qəşəng təsəvvür yaranır və insanların, gənclər çox belə qürur hissi ilə yaşayırlar. Bu çox qəşəngdir, yaxşıdır və həmişə özlərini belə hissiyyatla yaşasınlar, yaxşı olsunlar. Çox xoşuma gəldi, çoxlu, maraqlı bir şeylər gördüm. Nələr müşahidə elədiniz? İnsanlarda təəssürat necə idi? Qürur doyur. Hamısı yığışmışdılar, baxırdılar parada. Şükür Allah, 44 günə bütün torpaqlarımızı azad elədik. Şəhidlərimizə borcluyuq, şəhid valideynlərin əllərindən öpürəm. Qazilərimizə Allah can sağlığı versin inşallah. Xalqımızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Evimdə də 2 dənə əsgər böyüdürəm. İnşallah vaxtı gələcək, əsgər olacaqlar. Qürurluyam, sevincliyəm ki, ölkəm artıq işğal edilmiş torpaqlarını 5 ildir artıq il dönümüdür. Sevinirəm belə. Qanla tarix yazdı şənli ordumuz, zəfərlə tazlandı milli ruhumuz, özünə qayıtdı cənnət yurdumuz, artıq Qarabağım çiçəklənəcək. Mən hamını əvvəlcə təbrik edirəm bu bayram münasibəti ilə. Bu bizim ən qürurlu, ən şanlı bayramlarımızdan biridir və fəxr edirəm ki, mən həqiqətən Azərbaycanlıyam. Qürur hissi keçiririk. İnanın, mən də özümdə ehtiyatda olan zabitəm və mən bu bayramda hər gördükcə öz həmkarlarımı, öz dostlarımı, yoldaşlarımı və inanıram ki, bax, bu bizim 5 il dönümü keçirdiyimiz bu bayramların arası kəsilməyəcək. Təəssüratları nələr gördün, nələr müşahidə etdin? Bir də tezdə başı yerədir və o sual verindən çox gözəl idi, yaxşı idi. Bizə bu sevinci yaşatdığına görə Cənab İlham Əliyevə təşəkkür edirəm. Çox maraqlı idi. Bu qədər. Zəfər bayramını təbrik edirəm. Mən bura gələrək çox gözəl tankları, təyyarələri, qüvvələri, silahları, bunları gördüm. Hamınızın Zəfər gününü təbrik edirəm. Mən qürur duyuram ki, mənim belə xalqım var.